dünya reytingində gedən hamı ilə güləşmişəm. Bütün maçlarla güləşmişəm. Yəni Koreya dünya çempionu onu da udmuşam. Nə bilim Hidayətlə də güləşmişik. Ruslar hamısı bir dənə məğlub edə bilməyən adam o da Yapon olur. Ancaq Hidayətin də səninlə buradakı rəqabəti sizin üçün həm onun üçün hansı ki o bəhrəsini verdi və Hidayət getdi qızıl medal qazandı. Onu yenə təbrik edirik efir vasitəsilə. Bizim Azərbaycanlımızdır, həqiqi fəxrimizdir. Bu dəfə biz 2 dənə qızılla qayıtdıq. O həmin olimpiyadanı bilirəm ki izləmisən. Bəli, izləmişəm. O izlənməsi oldu bunun. Orada necə, hansı hisslər yaşadı? İstərsən bir idman çəkimi. Həmin vaxtı mən master klassdaydım Portuqaliyada, yox İspaniyada. İspaniyadaydım. Elə çıxdım master klassdan, elə oturmuşdum, canlı baxırdım. Açığı biraz çətin keçirdi Hidayətin görüşləri, bəlkə izləmişsiniz. Finala kimi çox çətin keçdi. Açıq mən dedim ki, biraz Hidayət elə bir ayılmamışdı, yoxsa qorxa-qorxa. Amma finalı Hidayət mükəmməl utdu. Yəni orada döyüşdə əməlli başladı. O fransızlar qışqırırdı. Nə bilim, baxırdım ki, o konkret sıxılır da, o atmosfer sıxır onu. Amma o ona qalib gəldi.